Deməli, biz bugün conjunction-ı keçəcəyik. Conjunction nə deməkdir? Conjunction bağlayıcı deməkdir. Və bağlayıcı nəinki cümlələri, həm də sözləri də bir-birinə bağlaya bilir. İlk öncə bağlayıcılardan başlayanda birinci və bağlayıcımızdan başlayırıq. Və and deməkdir. Və and bağlayıcısı həm cümlələri bağlayır, həm cümlə, həm sözləri bağlayır. Bu nə deməkdir? Yəni mən əgər iki cümlə yazmışamsa kənarda və ortasına and qoymuşamsa, bu iki cümlənin xüsusiyyətləri eyni olmalıdır. Yəni indiki zamandasa bura, burada indiki olmalıdır. Xüsusiyyətləri eyni olmalıdır. Bu cümləyə aiddir. Amma sözlərə aid olan budur. Məsələn, mən mübtədamı iki dənə sözlə ifadə edirəm. Coffee and tea are useful. Kofe və çay istifadəyə yararlıdır. Gördüyünüz xəbərimi mən cəmdə elədim. Bu nə deməkdir? Əgər mənim mübtədam and bağlayıcısı vasitəsilə iki sözdən ibarət olarsa, bu zaman xəbərim mənim cəmdə olmalıdır. Deməli, mübtəda and bağlayıcısı ilə and bağlayıcısı ilə ifadə olunarsa, xəbər cəmdə olur. İndi keçirik ikinci bağlayıcımıza. İkinci bağlayıcımızsa both and. Both'u siz pronounla da yadda saxlamısınız. Həm də deməkdir. Sadəcə both and bağlayıcısından istifadə edən zaman bizim xəbərimiz cəmdə olur. Bunu həmişə demişik. Məsələn, both Nərmin and Nigar are at home. Deyir, həm Nərmin, həm Nigar evdədirlər. Gördünüz? Cəmdə oldu mənim xəbərim. Niyə? Çünki mənim mübtəda məndən işlənibdir. Birinci qaydaya nəzərən belə deyirik biz bunu. Ki, yəni nə qədər olsa ilk qaydamıza oxşuyur. Ona görə də cəmdə olan xəbər veririk. Üçüncü qaydamız nədir? Not only but also. Bu qaydanı, nəinki bu qaydanı, bundan sonra gələn ikisini də ayrı-ayrı da verib, amma mən bütövləşdirib deyəcəm. Not only but also. Neither nor. Either or. Bu üçü də xəbərin təyin edəndə sonuncu ismə baxırıq. Yəni sonuncu mübtədaya. Sonuncu mübtəda ilə xəbəri tapırıq. Məsələn, elə ifadə qurun bir dənə. Not only the students, but also the teacher is in yard. Deyir, nəinki uşaqlar, hətta müəllim belə həyətdə idi. Görürsünüz, mənim burada birinci mübtədam cəmdir. Amma mənim ikinci mübtədam təkdir. İkinci mübtədaya görə təyin olunur deyə iz qoyubdur. Yaxşı, bu üçünün qaydası da belədir. Neyzə nor inkarlıq bildirir. Neyzə nə neyzə inkarlıqdır. Amma neyzə nor olan cümlədə ikinci bir inkar ola bilməz. Eyzə isə tələb eləyir inkarı. Neyzə nor, baxın, neyzə nor. No orun oxşarıdır. Yaxşı, belə yadda saxlayın. Sonra bizim gəlir dördüncü bağlayıcımız or. Bunun spesifik bir qaydası yoxdur. Sadəcə tərcüməsi nədir? Və ya deməkdir. Məsələn, we must hurry or we will miss the train. Deyir ki, yəni biz tələsməliyik, yoxsa qaçıra bilərik. Ya da və ya yoxsa deməkdir. Qoyun belə yaz. Yoxsa. Daha sonra qaydamız but. Amma deməkdir və bunun qaydasını da bilirsiniz. Bir tərəf təsdiq olanda digər tərəf inkar olur. Bir tərəf inkar olanda digər tərəf təsdiq olur. Bir-birlərini balanslayırlar. Daha sonra various var. Tərcüməsi hərçənd ki deməkdir. For example, some people like coffee. Various, others don't. Deyir ki, bəzi insanlar kofeni sevir, amma digərləri yox. Amma kimidir elə bir, hərçənd ki kimidir. Bu da olduğu kimidir. Sonra gəlir because.
Because-la as çünki deməkdir. Bunun spesifik bir qaydası yoxdur. Belə deyim, because-la as-dən sonra cümlə gəlir, amma because of-dan sonra söz gəlir. Məsələn, indi deyirəm, on a trip because the weather was fine. Biz səyahətə getdik çünki hava yaxşı idi. Görürsüz, çünki. Çünkidən sonra nə gəlib? The weather was fine. Cümlə gəlib. Amma because of-la quranda fərqli olur. Məsələn, because of the fine weather, yaxşı havaya görə. Cümlə qurmadım ki. Sadəcə söz birləşməsi qoydum. Deyirəm, because of the fine weather, we went on a trip. That's it. Keçirik 8-ciyə. 8-ci isə so-dur. So və such. So sifətlə işlənir. So sifətlə. Yalnız bir halda isimlə işlənər. Many gələrsə. Many much. So many girls. İsimlə işlənir. Bu istisnamızdır. Such isim tələb eləyir. Məsələn, such girls. Amma ortasına sifət girə bilər. Əsas odur ki, sonda bir isim olsun. Keçirik 9-a. 9-cumuz sizin də bildiyiniz kimi so that-dir. So that ondan ötürü deməkdir. Məqsəd ifadə edir. Məsələn, we work hard so that we can enter the university. Biz çox çalışdıq, ona görə də biz universitetə qəbul olacağıq. So that. Ondan ötürü ki, we work. Hadi zamanda yazıram. We work hard so that we can enter the university. Keçirik 10-cuya. Although, in spite of, despite. Bu iki qaydanı keçəcəyik. Although, ikisinin də mənası nədir? Baxmayaraq. Bir də bunlara oxşar var. In spite of-la despite. In spite bu da baxmayaraq deməkdir. Ziddiyyət ifadə edir. Ekvivalentləri isə even if, even though-dur. Hətta əgər, hətta baxmayaraqdır. Although cümlənin önündə gəlir, başında. Although the traffic was heavy, we arrived in time. Deyək, baxmayaraq ki, tıxac çox idi, biz evə vaxtında çatdıq. In spite of the heavy traffic, we arrived home. İndi bura baxın. Although-dan sonra bizim söz birləşməmiz gəlir. Yəni cümlə gələ bilməz. Cümlə yoxdur. Cümlə olmaz. Amma although-da cümlə gəlir. Bunların fərqləri budur. Despite-la in spite of-dan sonra söz birləşməsi, although-dan sonra nə gəlir? Cümlə gəlir. Daha sonra 11. 11-cimiz as-dir. As. Biz bunu adi dərəcədən bilirik, sifətin adi dərəcəsini. As plus adi sifət plus yenə as. Kimi deməkdir və müqayisə bildirir. Yəni adi dərəcədə olsa belə, məsələn, yesterday I was as tired as my sister. Yəni mən bacım kimi yorğun idim. Cümləni yazaq. Yesterday I was as tired as my sister. Daha sonra keçirik yeni növbətiyə. Artıq burada when-dən istifadə edəcəyik. When, as soon as, after, before, since, till, until, as long as, sonra whenever, zaman budaq cümlələrinin baş cümləyə bağlayır bunlar. Vaxt bildirən isimdən sonra when işlədirik. When-in qaydası budur. Vaxt bildirən isimlər. Davamı gəlir. Məsələn, Sunday is the only day. Baxın, vaxt bildirir. When we meet. Deyir ki, bizim görüşdüyümüz, yəni bazar günü tək gündür ki, biz görüşə bilirik.
as soon as, till, until, after, before, when bağlayıcılarından sonra gələcək zaman işlədilmir. Bunu da yadda saxlayın. Deməli, nələrdən sonra işlədilmir? As long as soon as, till, until, after, before, when. Sonra future tense olmaz. Bir dəfəlik bunu yadımızda saxlayaq. Sonra gəlir if unless cümlələri. Bu cümlələr düzdür, biraz çətin ola biləcək sizin üçün. Amma çox işləyərək təbii ki də artıq öyrəşəcəksiniz. If əgər deməkdir. Unless isə if notdur da belə deyək, yəni əgər yox. Məsələn, if the weather is fine, we will play tennis outside. Məsələn, if the weather is fine, we will play tennis in outside. Deyir, əgər hava yaxşı olsa, biz tenisi küçədə oynayacağıq. Və yadınıza saxlayın. If-dən sonra will gəlmir. Will və was gəlmir. Məsələn, if-dən sonra I gətirsəz, if I keçmiş zaman qoymaq istəyirsinizsə, was yox, will qoyacaqsınız. Belə davam edəcək cümlə. Yaxşı? Bunu yadda saxlayın. İndi keçirik unless olan cümləyə. Məsələn, deyirəm, unless she come in time, I shall not wait. Deyir, unless she come on time, I will not wait. Deyir, əgər o vaxtında gəlməsə, mən gözləməyəcəm. Görürsüz? Burada inkarlığım yoxdur. Gəlməsə demir. Amma bu elə vəziyyət yaradır ki, mən onu inkar kimi tələffüz edirəm. Yəni, əgər o gəlməsə, mən gözləməyəcəyəm. Sonra keçirik if weather-ə. If-in oxşarı olan weather var. Baxın. Weather. Ki, m deməkdir. M deməkdir. Məsələn, no one is sure whether they will come in time. Deyir, heç kim əmin deyil ki, onlar vaxtında gələcək, ya yox. Və Tom asks if I know where she is. Tom məndən soruşur ki, onun harda olduğunu bilirəm. If-lə oxşuyur. Və cümləmizi gəlin yazaq. No one is sure whether they will come in time. Heç kim əmin deyil ki, baxın, deyil ki, onlar vaxtında gələcəklər. Sonra keçirik 15-yə. Whether nə iki tək, həm də orada işlənir. Buna da rast gələcəksiniz. Bu isə yoxsa deməkdir. Məsələn, I don't know whether to go or stay. Mən bilmirəm ki, gedim yoxsa qalım. I don't know whether I go və whether to go or stay. Daha sonra gəlir bizim why-ımız. Why. Niyə deməkdir? Niyə, nə üçün? Və buna oxşar da what for-dur. Bu da nə üçündür? Deyirəm ki, why belə quraq da. Nobody knows the reason why she is upset. Və ya why are you here? Niyə buradasan? Görürsüz, why işlətdim. Amma yadınıza saxlayın ki, bu for yalnız what-un yanında ola bilər. Yəni mən başlığa why qoyub, cümləni davam elətdirib sona for qoya bilmərəm. Səhvdir. Why tək işlənir. Məsələn, why are you here? Niyə buradasan? Və ya what are you here for? Görürsüz? Why are you here? Bir də var. What are you here for? İkisi də oxşuyur bir-birinə. What-la for işlənir. Why sözü təkcə işlənir. What-la for işlənir, why-a bərabər olur. Ondan sonra gəlin keçək where-ə.
Bağlayıcılar çox sizi qorxutmasın. Çünki əslində qaydaların hamısını bilsəniz, tətbiq etmək çox asan olacaq. Where in which-in oxşarıdır. Eyni zamanda in which həm də which nöqtə-nöqtə in kimi də yazıla bilər. Bunları da təbii ki, əvəz eləyən zətdir. Zət də nöqtə-nöqtə in kimi yazıla bilər. Bunun tərcüməsi haradakı deməkdir. Məsələn, the city where I have spent my childhood is Baku. Deyir, şəhər, hara ki mən uşaqlığımı keçirmişəm, Bakıdır. The city where və ya in which I spent my childhood is Baku. Mən bunu keçmişdə verməliyəm. Niyə? Çünki mənim uşaqlığımdan danışılır. Başa düşdük? Haradakı. In which ilə which-in fərqləri var. Haradır ki, məsələn, do you remember the town where your parents lived in their youth? Sən deyir, xatırlayırsan haradakı valideynlərin yaşayırdı? Bir də var, hansı ki valideynlərinin doğum yeridir. Cüzi fərqləri var. Biri haradır, biri hansıdır. Sonra gəlir bizdə what. What-u mən demişəm ki, bağlayıcı kimi qəbul etməyin. Bunu deməyimin səbəbi çünki bunun özünün qaydasının olmağıdır. Yadınızda saxlayın ki, what-dan öncə what bilirik də nə deməkdir. What-dan öncə isim gəlirsə, işlədə bilmərik, səhvdir. Məsələn, amma belə gəlməlidir. I can't hear feil gəlməlidir. I can't hear what you said. Deyir, sən dediyi eşidə bilmirəm. Ya sən nə deyirsənsə, mən onu eşidə bilmirəm. Belə olar. Özündən əvvəl isim gəlməz. Sonra var zət. Zətin mənası kimdir? Ki deməkdir. Və əvəzləyici funksiya daşıyır. Bağlayıcıları əvəz eləyə bilir. Məsələn, askdir. Yəni belə deyim də. Who, which. Bunları əvəz eləyə bilir. Amma yadınızda saxlayın, bir qrup isimlər, feillər var ki, ask, wonder, bir də want to know. Bunlardan sonra zət gəlməz. Bu üç dənəsini yadda saxlayırıq. Ask, wonder, want to know. Üçündən də sonra zət işlənməz. Dildə bunu deyirik, dildə gəlir. Və işlədə bilirik. Amma heç vaxt və heç vaxt yazıda bunları işlədə bilmərik. Gəlirik who, whose və which söhbətinə. Who, whose, which. Özündən əvvəl canlı. Hər iki tərəfi isim. Özündən əvvəl cansız. Bunların qaydaları belədir. Sonra gəlirik söz önüylə işləməyinə. Yadınızda saxlayın. Whom, which, what söz önüylə işlənə bilir. Amma what-dan öncə isim gələ bilməz. Məsələn, I don't agree with what you have said. Mən sən dediyin nəyinəsə razılaşmıram. Söz önüylə işlənir. Which də söz önüylə işlənir. Özündən əvvəl söz önü gələ bilər. Which, whom, what. Özlərindən əvvəl, belə deyim, söz önü gəlir. Olar, icazəsi var. Sonra keçirik how. How necə deməkdir? Can you tell me how it happened? Mənə deyə bilərsən bu necə baş verdi? Bunun qaydası yoxdur. Sadəcə tərcümə ilə. Can you tell me how it happened? How. Sonra keçirik. As if, as though. Elə bil sanki güya deyəsən deməkdir. Məsələn, he looks at me as if he knows me. Deyir, o mənə elə baxırdı ki, elə bil məni bilirdi. As if, as though. Güya deyəsən. Yazıram indi cümləmi. He looks at me as if he knows me. Deyir, o mənə elə baxırdı ki, sanki məni tanıyırdı. Sonra keçid eləyirik. Bizim cümlələrimizdə tez-tez rastlaşdığımız bəzi isimlər, bəzi sözlər var. Hardly, almost, nearly. Demək olar ki, təxminən deməkdir. Baxın, hardly inkarlıq bildirir və ancaq təsdiq cümlələrdə işlənir. Çünki hardly olan cümlələrdə inkarlıq ola bilməz. Yeni bir inkar ola bilməz. Sonra var, almost. Demək olar ki, nearly. Üçünün də tərcüməsi demək olar kidir.
Deməli, almost hardly təsdiq cümlələrdədir, çünki özü inkarlıq bildirir. Almost-la nearly həm təsdiq, həm inkar. Bunlar üçün fərqi yoxdur. Sonra keçirik during-dən while-a. Ərzində deməkdir. Dövründə, müddətində. Məsələn, bir də ki, yadınızda saxlayın, during-dən sonra isim gəlir. Deyir ki, I fell asleep during the film. Mən film ərzində yuxuya getdim. Görürsünüz, isim gəldi. Keçirik 24-də. Bir də var, while-la işlənməsi. Və yadınıza saxlayın. While-dan sonra mübtəda gəlir. Və plus xəbər. Eyni zamanda while-la ingli bir şey də işlədə bilərsiniz. İngili bir şey dediğim yəni fiili. Məsələn, while watching the film, I fell asleep. Yəni filmə baxarkən mən yuxuya getdim. Bu qədər. Və test eləyərkən bunların hər birinə diqqət etməyiniz lazımdır. Təbii ki də bunları sizə göndərəcəm. Amma məsələn, and sözlərlə işlənəndə xəbərin cəmdə gəlməyi, sonra bizdə var idi whether ordu cümlələr, why-la for işlənmir, yəni olmaz bunlar. Sonra bizim not only but also'muz var. Sonra neither nor, either or. Bunlardan sonra gələn xəbər sonuncu mübtədadan asılıdır. Bunlara da diqqət etməliyik. İndi keçək testimizə. İsə keçirik conjunctionların testinə. Birinci suala baxaq. Birinci sualda cümləni oxuyanda nə diqqətinizi çəkdi? Yadınıza gəlir, sizə bugün izah etmişdim bunu. Birinci tərəfi təsdiqdirsə, bu was it söhbətində. Deməli, ikinci tərəfi inkar olmalıdır. Yəni bu tərəf inkar, digər tərəf təsdiq. Təsdiq. Birinci tərəfi inkar olan hansıdır? A getdi, B getdi, C, Y, D qalır. C ilə yeni çıxıram, çünki Ayza ilə or olmur. Bu Eyza ilə olur. İki inkar da yan-yana gəlmir. Düzgün cavab neyzə nordur. Ona görə D bəndidir. Baxaq indi ikinciyə. İkidə deyir ki, they expect the delegation to arrive today, tomorrow. Do they? Eyni şeydir. Təsdiq verib bura inkar olmalıdır. İnkar. Çıxdıq bunları. Qaldı A, D, Y. Neyzə or olmur. Neyzə nor olmur. Budur. Keçirik üçüncüyə. John was, edənsir was he, yenə eyni şey. İnkarlı olmalıdır qabaq. Gedir bunlar. Qalır B, D, Y. B'dir cavabımız. Sonra digərlərinin hər biri bu cür gedir. Keçək baxaq 16-ya. 16-da deyir ki, my son can play the piano sing well. Baxırıq. Nayza or olur, xeyr. Nayza and olur, xeyr. Nayza nor olur, Ayza nor olmur, nısız olur. Ayza and olmur, cavab qaldı C. 17-yə baxırıq. The last exam was easier than the previous one. Deyir, keçən dəfəki imtahan əvvəlki imtahandan da asan idi. Sonra keçək 30-a bax, 29-a baxaq. 29-30. Deyir, there was a lot of traffic. We were able to get the airport in time. Aha, yerinə qoyub yazacağıq. Deyir ki, çoxlu trafik var idi. Biz vaxtında aeroporta çata bildik. Deməli nə olacaq? Burada cavabımız A'dır. Yəni, çoxlu trafik var idi. Amma biz aeroporta vaxtında çata bildik. Burcu tərcümə iləndir. 30. I arrived in time. Mən vaxtında çatdım. The traffic was heavy. Baxmayaraq ki, çox tıxac var idi. Mən vaxtında çatdım, baxmayaraq ki, çox tıxac var idi. Yəni bu ikisini qoya bilmərsiniz, çünki ikisi eyni mənaya gəlir. So that də eyni mənaya gəlir. 31-ə baxaq. It is already December. It is still warm. Deyir ki, artıq dekabrdır, amma istidir. Amma qoymalıyıq bura. Keçirik 32-yə baxırıq. It was too dark. The travelers could find the way easily. Deyir ki, çox qaranlıqdır. Səyahətçilər yolu asanlıqla tapa bildilər. Yəni, baxmayaraq ki, çox qaranlıq idi, səyahətçilər yolu tapa bildilər. Çoxu tərcümə ilə tapa bilərsiniz. Məsələn, gəlin 23-ə baxaq. Deyir, we were late for the lesson. Biz dərs üçün, yəni dərsə gecikmişdik. We hadn't caught the bus. Dərsə gecikmişdiniz. Niyə? Otobüsü qaçırtdığımıza görə. Çünki, yəni biz dərsə gecikmişdik, çünki biz avtobusa çata bilmədik. As and because çünki deməkdir. Yəni gəlin bu ikisini qoyaq. Deyir biz dərsə gecikmişdik, baxmayaraq ki biz avtobusa yəni minə bilmədik.
Hə, minə bilmədinizsə necə, yəni baxmayaraq ki, minənmədiniz, biz dərsə vaxtında çatdıq. Budur düzgün cümlə. 24-ə baxırıq. Susan knows his name. Nöqtələr var. His addresses. Does she? Eyni şeydir. Does she qoyubsa burada inkarlar olmalıdır. Cavabımız A bəndidir. Bu qədər. Gördüyünüz kimi ya tərcümədir, ya da düzgün olanı, düzgün yazılışı istəyir bizdən.